Sizə çox asan, dadı möhtəşəm bir reseptlə gəlmişəm. Öncə kartoşkaları yuyub və sonra quyruğu yuyub doğrayırsınız. Yuduqdan sonra quyruqları duzluyursunuz və quyruqları bir-bir keçirdirsiniz lay-lay doğradığınız kartoşkaya. Bunu da qeyd etməliyəm ki, kartoşkaya quyruqları keçirdəndən sonra ətraflı hər tərəfini bir də duzlamaq lazımdır. Yenidən ona görə duzlamağa ehtiyac var ki, çünki quyruqlar qismən əriyəcək. Kartoşkanın ləziz olmağı üçün yenidən duza ehtiyacı var. Qeyd edim ki, kartoşkanın qabığını soymaq olmaz. Çünki bişən zaman kartoşkalar partlaya bilər. Görüntü olaraq gözə xoş görsənməyəcək. Bu səbəbdən də kartoşkalar qabıqlı qalmalıdır. Görüntü mükəmməl, dadı isə əla. Mənə nuş, göz haqqınızı halal edin.